Deməli, bugünkü dərsimiz Səlcuq dövlətidir. Səlcuqlar birinci bir dənə Xəzər dənizi çəkək. Xəzər dənizi. Xəzər dənizinin bu bir tərəfi olsun Mərkəzi Asiya. Bura olsun Azərbaycan. Aşağıya yazaq İran. Buraya yazaq Bizans, Erməni, Gürcü. Azərbaycanda da 3 dənə dövlət yazaq. Şirvanşahlar dövləti, Şəddadilər dövləti, bir də Rəvvadilər dövləti. Burada bir Oğuz dövləti yazırıq. Burada sonra Qaraxanlı, sonra da Qəznəli dövlətinin adını yazırıq. Qəznəli. Deməli, Səlcuqlar Türkün Qınıq qolundandır. Qınıq, yəni Qınıq. Bunlara ilk əvvəl rəhbərlik eləyirdi Tokak adında bir şəxs. Qınıq tayfalarına Tokak adında bir şəxs rəhbərlik eləyirdi və bu da Oğuz dövlətində subaşı, yəni hərbi başçı vəzifəsində, hərbiçi vəzifəsində çalışırdı. Böyük nüfuza malik idi. Müəyyən müddətdə bu Oğuzun hökmdarı, yəni Oğuzun yabqusu türklərlə tez-tez döyüşlərə girirdi. Bu da Tokak bəyin xoşuna gəlmir. Gedir yabqunun yanına, ona deyir ki, yəni biz türklərlə niyə dalaşırıq ki, dalaşmayaq da türklərlə, sənin atdığın bu addım düzgün bir addım deyil. Və Oğuz yabqusu da onun bu sözünü eşidir, onun bu sözündən xoşu gəlir. Amma yabqunun arvadı tez-tez məclislərdə, yəni saray məclislərində Tokak bəyin şəxsən üzünə deyirdi ki, nə qədər ki bu var, imkan verməyəcək ki, biz bir qol-qanad açaq, biz yeni-yeni ərazilər işğal eləyək. Və bunun nəticəsində Tokak bəylə Oğuz yabqusunun arasında bir problem yaranır və Tokak bəy ağır yaralanır. Tokak bəyin ölümündən sonra tayfaya Səlcuq bəy, Tokak bəyin oğlu Səlcuq bəy rəhbərlik eləyir. Lakin Səlcuq bəy başa düşür ki, artıq bu ərazilərdə oturmağın mənası yoxdur. Ona görə də düşür gəlir aşağıya. Düşüb aşağıya gələndə burada Cənd şəhərində məskən salır 962-ci ildə və Cənd şəhərində məskən salında İslam dinini qəbul eləyir. İslam dinini qəbul eləməsi, müsəlmançılığı qəbul eləməsi onun ətrafında çoxlu tayfanın toplanmasına səbəb olur. Lakin burada Qaraxanlılar tərəfindən sıxışdırıldığı üçün düşür gəlir üzü aşağıya. Üzü aşağıya düşüb gələndə Səlcuq bəy də vəfat eləyir. Sonra köçə Toğrul və Çağrı bəy, Səlcuqun nəvələri. Toğrul bəy və Çağrı bəy iki qardaş köçə rəhbərlik eləyirlər. Sonra da Qəznəlilər tərəfindən burada sıxışdırılırlar və Toğrul bəylə Çağrı bəy qərara gəlir ki, çıxıb getsinlər Azərbaycana, Şərqi Anadoluya, məskən salsınlar, Mərkəzi Asiyadan uzaqlaşsınlar. Deməli, Səlcuqlar Türkün Qınıq qolundandır. İlk əvvəl Oğuz dövlətinə subaşı vəzifəsində çalışıblar Tokak bəy. Tokak bəydən sonra köçə rəhbərlik edən Səlcuq bəy gəlib Qaraxanlılarda Cənd şəhərində məskən salıb. Lakin sonra Cənddən də üz aşağıya Buxaraya gəliblər. Buxaradan da üz aşağı Xorasan istiqamətinə gəliblər. Lakin burada həm əvvəlcə Oğuzlar, sonra da Qaraxanlılar, sonra Qəznəvilər tərəfindən sıxışdırıldıqları üçün Toğrul və Çağrı bəy buradakı köçü götürüb tərk eləyib. Birinci köçə demək tayfaya rəhbərlik eləyən Tokak, sonra Səlcuq, sonra da Toğrul bəy olmuşdu. Və köç eləyib gəliblər bu istiqamətə. Bu istiqamətə gələndə Toğrul Cənubi Qafqaza, Azərbaycan istiqamətinə hərəkət eləyir. Çağrı bəy isə İrandan keçərək Bizans istiqamətində hərəkət eləyir. Və 1015-ci ildə Çağrı bəy gedir burada Bizansı məğlub eləyərək Van gölü ətrafındakı əraziləri və Naxçıvanı özünə tabe eləyir. Tutur hətta o ərazilər. Düzü kəşfiyyat məqsədi ilə getmişdi. Amma gedib bu əraziləri tutur. Toğrul bəy isə gəlir Azərbaycana. 1028-ci ildə Rəvvadidə, 1030-cu illərdə isə Şəddadidə məskən salırlar. Həmin dövrdə Rəvvadi hökmdarı Vəhsudan idi. Şəddadi hökmdarda Fəzildən başlayaraq birinci Fəzildir, Ləşkərdir, hətta Şavrun dövründə asılılıq da qəbul olunmuşdu Səlcuqlardan. Yəni Azərbaycanda çox gözəl qarşılandı Səlcuqlar. Niyə? Çünki türk idilər, bir türk ərazisinə gəlirdilər. Üstə gəldə
Həmin dövrdə Azərbaycan Gürcü, Erməni, Bizansın əlindən belə deyək cana doymuşdular. Səlcuqların gəlişi Azərbaycan tayfalarının işinə yarayırdı. Lakin Qəznəli hökmdarı olan Mahmud Qəznəli ölümünə yaxın icazə verdi ki, Səlcuqlar gəlsinlər Xorasanda məskən salsınlar. Amma bu Səlcuqların belə deyək Səlcuqlara vurulmuş yaranı heç də sağaltmırdı. Mahmud Qəznəli öləndən sonra onun yerinə keçir oğlu Məsud. Çox zəif bir hökmdar idi Məsud. Hətta burada Qur tayfaları ilə toqquşurdu. Qur tayfaları paytaxt Qəznəni tutmuşdular, onları Lahora sıxışdırmışdılar. Ondan sonra da hətta Hindistana doğru sıxışdırmışdı onları. Buradakı Mahmud Qəznəvi Hindistanda tabe eləmişdi özünə. Qur tayfaları Məsudu məğlub eləyərək Qəznəni dağıtmışdılar, yandırmışdılar. Onları Lahora sıxışdırmışdılar, hətta Hindistana doğru sıxışdırmışdılar və bu torpaqlar demək olar ki, Qur tayfalarının nəzarətində idi, amma Səlcuq dövləti, belə deyək, Qəznəvi dövləti dövlət olaraq var idi. Səlcuqlar nə edəcək? Toğrul gələcək 1038-ci ildə Qəznəliləri məğlub eləyərək Nişapur şəhərini tutacaq. Nişapuru tutacaq və Mərkəzi Asiyada Nişapuru tutaraq özünə bir dövlət yaradacaq. Adı da babası Səlcuqun adına uyğun olaraq olacaq Səlcuq dövləti. Dövlət yaranacaq 1038-ci ildə, süqut eləyəcək 1157-ci ildə. Paytaxtı da əvvəlcə olub Nişapur, sonra olub Rey, sonra da olub İsfahan. Bu iki dənə Toğrulun dövründədir. Bu isə Məlikşahın dövründə idi. 1038-ci ildə paytaxt Nişapur, 1043-cü ildə Rey, 1073-də isə İsfahan. İsfahan bir Səlcuqların paytaxtı olub, bir də Səfəvilərin olub Məlikşahın dövründə. Nişapur tutulmaqla dövlət yaradıldı 1038-ci ildə. Lakin Toğrul 1038-ci ildə Nişapuru tutaraq dövlət yaratdı. 1040-cı ildə bir də getdi. Demək ki, Qəznəlilərin üstünə Dəndənəkan döyüşünü Qəznəlilər məğlub eləyib Mərkəzi Asiyanı onların əlindən aldı. Deməli, süqut demirik ya biz. Sadəcə onları Qəznəlilər süqut etdiyin Qur tayfalardır. Bunlar zəiflədi bunu. Sonra 1042-ci ildə, hətta Dəndənəkan döyüşündən sonra sultan titulu aldı xəlifə tərəfindən. 1042-ci ildə Məf şəhərində qurultay keçirdi ki, mən istəyirəm ki, paytaxtı Nişapurdan biraz cana Reyə köçürüm. Həm şərqə, həm qərbə hücum eləmək üçün əlverişli bir yerdir Rey. Hamı da razılaşır və 1043-cü ildə paytaxtı Reyə köçürdü. 1048-ci ildə isə demək Şəddadi hökmdarı 2-ci ləşkərlə birləşərək Bizans, Gürcü, Ermənini məğlub eləyir. 1054-cü ildə isə Cənubi Qafqazı, yəni Rəvvadini, Şəddadini, Tiflisi özündən asılı vəziyyətə salıb. 1055-ci ildə isə Ərəb xəlifəsini Bağdadı özündən asılı hala salmış olur və bununla da Şərqin və Qərbin hökmdarı rütbəsini almış olur. Bu Toğrulun hakimiyyətinə aiddir. Deməli, biz Toğrulu görürük ki, köçə rəhbərlik eləyib. Köçə rəhbərlik eləyəndə 1015-ci ildə onun dövründə tayfaya rəhbərlik elədiyi dövrdə Çağır bəy gəlib Vanla Naxçıvanı ələ keçirib. Özü 1028-də Rəvvadidə, 1030-da Şəddadidə məskən salıb. Bu onun sadəcə tayfa rəhbəri olduğu bir dönəmdə. Hakimiyyət dönəminə isə bizə lazım olanlar 1038-də dövlət yaradıb, Nişapuru tutaraq, 1040-da Dəndənəkan döyüşündə Qəznəviləri məğlub edərək sultan titulu alıb, 1042-ci ildə Mərv döyüşündə daha doğrusu Məf şəhərində qurultay keçirib. Qurultay keçirməkdə məqsədi paytaxtı yeni şəhərə köçürüb yeni ərazilər tutmaq idi. 1048-ci ildə 2-ci ləşkərlə birləşərək Bizans, Gürcü, Ermənini məğlub eləyib. 1054-cü ildə isə Rəvvadi, Şəddadi, Tiflisi ümumilikdə Cənubi Qafqazı özündən asılı vəziyyətə salıb. 1055-də isə xəlifəni asılı eləyib. Toğrul sultan titulunu alan ilk Səlcuq hökmdarıdır. Toğruldan sonra hakimiyyətə Alparslan, Çağır bəyin oğlu Alparslan, çünki Toğrulun varisi yox idi. Alparslan keçir hakimiyyətə. Toğrulun hakimiyyət iləndiyi 1038-ci ildən 1063-cü ilə qədər hakimiyyətdə olub. Alparslan isə hakimiyyətə gələcək 1063-dən 1072-yə qədər. Alparslan üçün nə deyirik? 1. 1065-ci ildə Rəvvadini süqut etdirdi.
Rəvvadini süqut. 1066-cı ildə çıxdı üzü yuxarı Şirvanşahların ərazisinə. Soruşdu Şirvanşahlardan ki, Rəvvadi, Şəddadi, Tiflis bizdən asılıdır. Siz niyə asılı olmursunuz? Şirvanşah hökmdarı olan 1-ci Fəribürzü özündən asılı vəziyyətə saldı. Təbii ki, davana. Onun əlindən şah titulunu alıb, ona sadəcə kiçildərək məlik titulu verdi ki, yəni hər hansısa bir əraziyə malik olmaq. 1072-ci ildə isə Bizansın üzərinə gedəcək, məşhur Malazgirt döyüşünə girəcək avqust ayında. Demək hücum eləyəcək Bizansın üstünə. Deyəcək bu Gürcü erməninin arxasında kim durur? Bizans. Hücum eləyəcək Bizansın üstünə, amma Bizansa getməmişdən əvvəl baş hərflərini yığsaq qat alınır. Qarsı ani Tiflisi tabe eləyib və 1071-ci ildə gedib Bizansın üstünə. Bizansın yanında Qıpçaq türkləri, Peçenek türkləri və ermənilər var idi və onlar dördü bir yerdə Bizans, Qıpçaq, Peçenek, ermənilər, amma Sultan Alparslan isə tək idi. Turan taktikasından istifadə eləyəcək, yəni bu formada qabaqdan hücum eləyəcək, sonra da özünü geri çəkilmiş kimi göstərəcək, daldan düşməni haşiyalı məhv eləyəcək. Amma Alparslan gördü ki, yox, döyüşdə doğrudan da məğlub olur. Son anda Peçeneglər keçdi Səlcuqlar tərəfə, türk olduqlarını anlayıb keçdilər Səlcuqlar tərəfə. Ermənlə Qıpçaqlar da türkdür zaten. Məsələn, Şəmsəddin Eldəniz Qıpçaq türklərindən idi. Amma yaxşı türklər deyildi. Eldənizin yaxşı olmağına baxmayın. Qıpçaq türkləri həmişə türklərin əleyhinə işləyən türklərdir. Və Peçeneglər görüblər ki, qarşı tərəfdəki türkdür, qoyublar belə deyək Bizansı, keçiblər Səlcuqlar tərəfə, ermənilər də sonra qaçıb gediblər və nəhayət Alparslan qalib gəlib, hətta Bizans imperatoru Diogeni əsir götürüb və onun qulağına sırğa taxıb ki, sən mənim daha qulumsan. Bizansla sülh imzalayıb, sülhə görə Bizans vaxtında xərac verəcək, lazım gəlsə ordu da verəcəkdir. 1072-ci ildə isə gəlib burada gedib Qaraxanlılar özbaşınalıq eləyirdi. Çünki bütün bunlar hamı Səlcuqlardan asılı idi. Qaraxanlıların üstünə gedəndə Qaraxanlılar tərəfindən öldürülüb. 1071-də Malazgirt döyüşü olub. 1072-ci ildə isə demək öldürülüb Qaraxanlılar tərəfindən. Demək 1063-də gəlib 65-də Rəvvadini süqut etdirib, 66-da Şirvanşahı asılı eləyib, 71-də Bizansı Malazgirt döyüşündə məğlub eləyib, 1072-ci ildə isə onu Qaraxanlılar tərəfindən öldürüblər. Sonra sülalənin başına keçib Məlikşah. Məlikşah ən güclü hökmdardır. Hətta onun dövrü çiçəklənmə dövrüdür, Alparslanın oğludur. Hakimiyyət illərdə 1072-1092-ci illərdə hakimiyyətdədir. Məlikşah gələn kimi Qaraxanlıları özündən asılı hala saldı, atasının qatillərini və ən ağır vergini onların üstünə qoydu. Sonra keçdi, gördü ki, Bizans burada özbaşınalıq eləyir. Getdi Bizansın əlinə. Elə bir ki, Alparslan Bizansı buradan qovmuşdu. Anadolunun şərq hissəsini tamamən türklər üçün həmişəlik almışdı. Ona görə də ona İslamın nuru adı verilmişdi, Anadolunun şərqini. Amma Anadolunun qərbi Bizansın əlində daxı. İndi Bizans burada təxribat törədir, özbaşınalıq eləyir. Məlikşah da gələcək, bu hissəni də Bizansın əlindən alacaq. Suriya, Ankara, Konya, Fələstini, Sak-fını da əlavə edirsən, Suriya, Ankara, Konya, Fələstini tutaraq Aralıq dənizindən çatacaq və ərazi Mərkəzi Asiyadan Aralıq dənizinə qədər, Dərbənddən də İran körfəzinə qədər böyük bir ərazini əhatə eləyəcək. Ona görə də Məlikşahın dövrü çiçəklənmə dövründən yadımızda qalıb. Çünki Bizansı məğlub edərək Sak, Suriya, Ankara, Fələstini, Konyanı tabe eləyib, Aralıq dənizinə çatıb və ticarət maksimum səviyyədə inkişaf eləyib. Ticarət yüksək inkişaf elədiyi üçün 1087-ci ildə bəzi ticarət rüsumlarını azaldıb ki, ticarət inkişaf eləsin. 1088-ci ildə də sərkərdəsi Buğanı Şəddadilərin üstünə göndərərək 3-cü Fəzilin öldürtüb, dövləti süqut etdirib. Çoxlu iqta paylamışdı. Həm Alparslan, həm də Məlikşah. Bu da onun hakimiyyətinə müsbət təsir göstərmişdi. Üstə gəldi vəzirlərinin adı Nizamülmülk idi. Nizamülmülk. 2 dənə mülmül var adında. Həm Alparslanın, həm də Məlikşahın. Bu da onların qüdrətli bir hökmdar olmasına yaxşı təsir göstərmişdi. Hətta tayfada irsilik prinsipini ləğv eləmişdi ki, irsilik ləğv. Tayfa rəhbərini qoyub tayfanın özü seçsin, irsi olmasın. Yəni atı öləndən sonra daha oğul keçməsin yerinə.
tayfa kimi istəyir onu götürsün. Məlik Şahın ölümündən sonra dövlət zəifləyəcək. Dövlətin zəifləmə səbəbi daxili çəkişmədir, özbaşınalıqdır. İsmaili adlı tayfalar var idi. İsmail belə deyək də, İsmail adlı tayfaların qiyamı idi. Pilusdakı səlib yürüşləri idi. 1096-cı ildən başlayaraq səlib, yəni xaç yürüşləri idi. Dövləti zəiflətdi. Sonra hakimiyyətə gəlir Sultan Səncər. Sultan Səncər isə demək 1118-dən 1157-yə qədər hakimiyyətdə olub. Gəlişi parçalanma, gedişi isə süqutdur. Çox belə deyək, zəif hökmdar olub. Düzdür, Qaraxanlıları məğlub eləmişdi bu da, amma Qarakitaylara məğlub olmuşdu. Məhz Qarakitaylara məğlub olması onu nüfuzdan salmışdı. Çünki sarayda deyirdilər ki, buna bax da, yəni bir türk olmayan tayfaya məğlub olub, onu nüfuzdan salmışdı. Ərazi atabəylərə, əmirliklərə parçalanırdı, amma bizə 2 dənəsi lazımdır. Biri Rum da deyə bilərəm, sinonim kimi Anadolu da deyə bilərəm, Konya da deyə bilərəm. Yəni bunlar sinonim sözdür, fərqi yoxdur. Səlcuq, belə deyirəm. Elə bir ki, yəni Böyük Səlcuq parçalandı. Ondan bir neçə dənə ayrı-ayrı dövlətlər yarandı. Onlardan biri də Rum Səlcuq və ya Anadolu Səlcuq və ya Konya Səlcuq. Üçü bir dənə atdı bunlar. Bir də belə deyək, bundan gələcəkdə Osmanlı dövləti yaranacaq da. Yəni bu Səlcuqdan parçalanacaq. Elə bir ki, bu böyük oğuldu, yarandı. Bunun üçü bir atdı. Buna Rum Səlcuq da deyə bilərik, Anadolu Səlcuq da deyə bilərik, Konya Səlcuq da deyə bilərik. Bu böyük oğuldu. Bundan gələcəkdə Osmanlı dövləti yaranacaq. İkinci oğul isə məsələn İraq Səlcuqdur. İraq dövlətində olan İraq Səlcuqdur. Bundan isə sonradan belə deyək Atabəylər dövləti formalaşıb yaranacaq. İraq Səlcuqunda hökmdarlarından İraq Səlcuq 1118-də yaranacaq parçalanmadan. 1194-cü ildə süqut eləyəcək. Bu da ikinci oğuldur elə bir. Bu isə 1118-də yaranacaq, 1302-də süqut olunacaq, Osmanlı yaranacaq. Amma bundan kiminsə dəqiq yarandığı yoxdur. Sadəcə bundan istifadə edərək Eldənizlər dövləti yaranacaq. İraq Səlcuqda da 2-ci Toğrulun adını eşidəcəyik, Məsudun adını eşidəcəyik, sonra Mahmud var, onun adını eşidəcəyik, Arslan var, onun adını eşidəcəyik, bir də 3-cü Toğrulun adını eşidəcəyik. Bu da İraq Səlcuqda olanlardır. İkinci Toğrul eşidəcək ki, Eldənizi qul kimi alıb gətirib saraya, Eldənizlər dövlətində qul kimi alıb gətirib, amma sonra ona sarayda böyük nüfuz verib, hətta ona əmir titulu verib. Baş sərkərdə. Məsud eşidəcək ki, Şəmsəddin Eldənizi Azərbaycanı iqti olaraq verib, Eldəniz də fürsətdən istifadə edib, gedib dövlət yaradıb. Mahmudu eşidəcək ki, 1123-cü ildə Şirvanşahlar vaxtı-vaxtında bu xəracını ödəmirdi deyənə Şirvanşahlara hücum eləmişdi, məğlub olub geri qayıtmışdı. Arslan da eşidəcək ki, Eldənizin şagirdi olub bu, Toğrulun oğludur, 2-ci Toğrulun oğludur. Eldənizin şagirdi olub və Eldənizin əli ilə hakimiyyətə gəlib. 3-cü Toğrul da eşidəcək ki, demək Şəmsəddin Eldənizin oğlu Qızıl Arslan tərəfindən məğlub olub. Qızıl Arslan tərəfindən Eldənizlərdə bunu daha aydın eşidəcək və sonuncu hökmdar olub. Səlcuqların dövründə əsas torpaq forması iqta idi. Yəni ərəbin dövründən yaranıb, bilirsiniz ki, 7-ci əsrdən yaranıb 15-ci əsrə qədər bu torpaq forması mövcud olub və əsas torpaq, bütün hərbiçilərə verilən torpaq iqta idi. Amma sərhədləri qoruyan hərbiçilərə isə uc torpaq verilirdi. Yəni ucqarları qoruyan, bu ancaq bu söz Səlcuqlardadır. Vergilərdən də 3 cür vergisi var. Məsələn, bu 9-11-ci əsrlərdə mövcud olan əsas məhsul vergisi idi, onda bir vergi idi, eləcə də Səlcuqlarda da var. Sonra ancaq Səlcuqlarda mövcud olan silah bahası, nal bahası, bir də şərab bahası adlı vergilər var idi ki, bunlar ancaq Səlcuqların dövründədir. Bir də alaf vergisi var idi, müharibə vaxtı hərbi qoşun üçün yığılan vergi idi.